Ən əvvəl xanım, istəyirəm ki, biraz qayıdaq bir neçə il əvvələ. Konkret söyləyim də, hə, olar Afaq Olar, xanım. buyurun. 20 il əvvələ, əziz tamaşaçılarımız, 20 ildən sonra məhz bu xanıma övlad qismət olub, övlad görməyə, ümumiyyətlə, ana olmaq qismət olub və hər birinizə də bunu arzulayıram. Və 20 il əvvəl, bax, ailə qurmusunuz, normal bütün gənc xanımlar kimi siz də arzu etmişsiniz, ailə qurmusunuz və neçə ildən sonra artıq hiss etdiniz ki, məsələn, sizdə sonsuz belə diaqnozu qoyulub. Bunu həkim sizə təyin etdi, həkim təyin etdi. Aha, mikrofona zəhmət olmasa danışın. Deməli, həkim təyin etdi. Konkret olaraq səbəb kimi siz mi götürüldünüz, yoxsa yoldaşınız? Əsas səbəbi? Əsas səbəbi məndə bildirəm. Sizdə. Nə tapılmışdı konkret olaraq sizdə? Necə, elə hansı həkimə gedirdim, elə deyirdilər ki, olacaq, müalicə olundu. Müalicədən sonra heç bir xeyir görmədim. Sonra məni Vital klinikasına məsləhət gördülər oraya getməyə. Amma dediniz ki, uzun-uzadı müalicə almışsınız. Almışam, hə. Əməli başlı 18 il uzun-uzadı müalicə almışam. 18 il? 18 il. Aha. Sonra da gəldim Afaq xanımın yanına. Bağlı həkimin tanışdıq ilə o həkimin yanına gəldim, Afaq xanımın yanına. Orada biraz müalicə olundum. Mən Afaq xanıma sual verdim ki, Afaq xanım, siz mənim müalicəmə diaqnoz verirsiniz ki, mənim təminat verirsiniz. Çünki 18 il ayrı-ayrı həkimlərdə yəqin ki, müalicə mənim övladım olacaq, yoxsa olmayacaq da. Dedi, mən müalicəmi eləyirəm, əl məndən səbəb Allahdan. Ancaq dəqiq deyə bilmərəm ki, bu yaşda mən sənə təminat verə bilmərəm ki, həm də yaşınızı da söyləyərdiniz. 45 yaşım. 45 yaşım var. 46 yaşın içində, 46 yaşın tamamında övladım olub da. Çox gözəl. 19 ildən sonra eləcə də siz məni bu verilişə dəvət etdiyinizə görə mən sizə öz minnətdarlığımı bildirirəm. Eləcə də Afaq xanım işlədiyi Vital klinikasının həkimlərinə də, başda Afaq xanım olmaq şərti ilə Mehriban xanıma, Bağır həkimə, Zaur həkimə, hamısına öz minnətdarlığımı bildirirəm Vital klinikasına bircə. Biraz, bax, istərdim biraz danışasınız. Çünki indi sizin kimi insanlar baxır. Yəni, neçə il əvvəl keçirdiyiniz problemlə indi kifayət qədər insanlar var ki, sonsuz bir mövqe, necə deyim, sonsuzdular. Onlara artıq sonsuz diaqnozu qoyulub. Amma elə bir ailələri kömək etməklə gəlir ki, tam əllərini üzməsinlər. Onları kömək etmək hələ ki, gec deyil. Hər halda istəyirəm keçirdiyiniz o hissləri biraz bizə başa salardınız. Bax, ümidiniz var idimi? Yox, elə düşünürdünüz ki, yox, 18 il əvvəl yəni müalicə almışam, heç bir necə deyirəm, nəticəsi olmayıb, burada da olmayacaq. Biraz istəyirəm danışasınız bu barədə. Ümid var idimi? Mikrofona zəhmət. Bu barədə danışmaq üçün mənə biraz çətin gəlir, amma ki, az da olsa deyəcəm o sözlərimi. Çünki bizə indi tamaşaçılar baxır və onlar da hər halda sizdən çox şey öyrənəcəklər bu oyunları. Çox pis hisslər keçirtmişəm. Hətta elə yerə də gəlmişəm ki, yoldaşımdan ayrılam, amma yenə də ümidimi qırmamışam. Bu ümidlə də yaşamışam. Yenə də demişəm ki, bəlkə ola, bəlkə ola. Müalicə ilə də ki, nə bilmiyim, ümidlə yaşamışam. Müalicə olunmuşam, ümidlə yaşamışam. Yəni səbirlə. Səbirlə gözləmişəm. Eləcə də yoldaşım. Yoldaşım da elə deyib. Hətta yerə gəlmişik ki, ayrılmaq məqamına. O da deyib ki, mən ayrılmıram. Yəni, bu təbii ki, biraz ailə daxili münasibətlərə də təsirini göstərən bir haldır. Yəni, var təbii ki, təsir göstərir, amma mən sizə ona görə minnətdarım və sizin yoldaşınıza ona görə minnətdarım. Siz ailənizi qoruyub saxlamışsınız. Ən əvvəl bu 20 il ərzində, 18 il ərzində, yəni ailənizi qoruyub saxlamışsınız və səbirlə, təmkinlə bunu gözləmişsiniz. Hər halda Allah Taala da sizi mükafatlandırıb, mən belə başa düşürəm. Afaq xanıma minnətdarıq, təşəkkür edirik. Afaq xanım, bax, xanımıza biraz çətindir danışmaq.